Biz hal-hazırda Hökməli Atyalı deyilən ərazidəyik. Burada bir kasıb ailənin ziyarətinə gəlmişik. Ata fəhlə işləyir, ana heç bir yerdə işləmir. 5 aylıq körpəsi ilə, elə körpəsinin qayğıları ilə məşğuldur. Bizə müraciət olundu ki, bu uşağın kolyaskası yoxdur, bu uşağın yeməyinin alınmasında çətinliklər çəkirik. Uşaq anadan doğulandan bu günə qədər alınma yeməklə qidalanır. Və biz də ananın səsinə səs verdik. Sağ olsun müğənni Mahirə Nur kolyaskanın alınmasında bizə öz dəstəyini verdi. Arzu xanıma mən təşəkkür edirəm. Bax, elə uşaq yeməyinin alınmasında və uşağın müəyyən dərmanları da deyilmişdi ana tərəfindən bizə. Həmin dərmanların alınmasında da Arzu xanımın xüsusi dəstəyi oldu və Bebanki Kids mağazası və Tuyufu mağazasının rəhbərliyinə öz təşəkkürümü bildirirəm ki, onların da geyimlərindən biz uşaqlara çatdırdıq. Və Arzu xanımın yenə də bir xüsusi hədiyyəsi var. Balaca bir uşaq döşəyini, yəni bu kolyaskanın içərisinə qoyduq. Birlik yaratdıq və bu birlik əsasında bir kasıb ailənin istək və arzularını həyata keçirdik. Onların problemlərini qismən də olsa həll etmiş olduq. Arzu xanım bizim təşkilatın meneceridir. Dağında sizin hər zaman gözəl analarımızın, gözəl qardaşlarımızın yanındayım, körpələrimizin yanındayıq. Əziz analara buradan səslənirəm ki, əziz analar, körpələrinizə atmayın, bir fal çörəyi onlarla bölün, hər zaman yanımızdayıq. Əzizlərimiz, yenə də Allah Yasirman xanımla da razı olsun, bizim bacımızdan da razı olsun. Hər kəsə dəstək olur. Gəlin çalışaq, kasıb ailələrə dəstək olaq. Bu balacanı istəyirəm, öz əllərimdən ilk dəfə özüm qoyum kolyaskasına. Maşallah, maşallah. Mahirə xanım, sizə təşəkkür edirəm. Bir uşaq rahatlığını tapdısa, demək birliyimizə dəyər, dostluğumuza dəyər. Biz hansı bir istiqamətdə, nə üçün səsləniriksə, bacardığınız qədər bizimlə olun. Siz bizə dəstək olduqca, biz də bu cür kasıb, kimsəsiz, imkansız ailələri sevindirir. Bu körpə balaların sağlam, rahat böyüməsi üçün əlimizdən gələn edirik. Gəlin bir olağın, bərabər olağın. İnanın ki, sizin verdikləriniz tam ünvanına çatır. Allah razı olsun. Mən hər kəsə, bizə dəstək olan hər kəsə öz dərin təşəkkürümü bildirirəm.